Sözünlərini, prepositionları izah edəcəm. Sözünləri harda və necə işlənir, onun haqqında məlumat verəcəm. Qeyd edim. Bugünkü dərsimiz prepositionlar. Preposition sözünləri. Sözünləri bizdə in, at, on olaraq bölünəcək bir neçə yerə. In, at, on. Və ilk öncə in haqqında bəzi belə deyim. Arrive in var. Bir də arrive at. Arrive in var, bir də arrive at var. Arrive in ilə arrive at'ın fərqi ondan ibarətdir ki, arrive in şəhərə, böyük bir yerə, şəhərə, ölkəyə daxil olanda bildirir. Şəhərə, böyük əraziyə. Böyük ərazi. Arrive in böyük əraziyə daxil olanda işlənirsə, arrive at isə balaca bir yerə, obyektə, obyekt, məkan, bina, obyektə, məkana, binaya daxil olanda arrive at'i işlədilir. Yəni arrive ilə arrive at arasında fərq ondan ibarətdir. Daha sonra get to'nun işlənmə yerləri. Get to ifadəsi var. Get to harda işlənir? Get to. Get ifadəsi to ilə işləndiyi halda reach heç vaxt özündən sonra to tələb etmir. Reach'i biz to ilə işlədə bilmərik, amma get to ifadəsi var. Bu hər hansı bir yerə çatmaq. Hər hansı yerə çatmaq. Hər hansı yerə, məntəqəyə çatmaq mənasında işlədilir. Sonra ingiliscəsində elə sözlər vardır ki, özündən əvvəl to tələb etmir. Bunlar hansılardır? Məsəl üçün, home ifadəsidir. Sonra abroad, here, there, there. Bunlar özlərindən əvvəl heç bir halda to tələb etmir. Yəni bunlardan əvvəl biz to'nu yaza bilmərik. Sonra bizdə işlənəcək in harda işlənir? In qapalı yerlərdə. In bizdə qapalı yerlərdə işlənir. Məsəl üçün deyirəm ki, daha çox məsələn in the room otağın içərisində, in the corner küncündə. Yəni burada qapalı yerlər, daha çox qapalı yerlərin içində mənasında tərcümə olunur. Açıq yerlərdə bəzən balaca bir açıq yerlərdə, yəni geniş şəkildə yox, balaca bir açıq məntəqələrin küncündə burada in işlənəcək. On isə günlərdə gün, ay, günlərdə, aylarda, sonra ayın tarixində. On bizdə günlərdə, ayların tarixində biz burada ondan istifadə edəcəyik. Bir də burada var at ifadəsi. At harda işlənəcək? At bizdə işlənəcək yanında. Yanında kimi at tərcümə olunur. Zaman daha dəqiq bildirəndə, hər hansı bir zamanın daha dəqiqliyini bildirəndə. Daha dəqiq zaman. Dəqiq zamanlarda biz at'dan istifadə edəcəyik. Bir var in the time, at the time, on the time.
Fərqi nədən ibarətdir? In the time, at the time, on the time. In time, at time, on time. Fərqi, üçünün də fərqi nədən ibarətdir? On time, at time, bir də in time. In time, at time, on time. Fərqi nədən ibarətdir? In time, 5 dəqiqə tez mənasında. Yəni tam zamanda ya 5 dəqiqə zamana 5 dəqiqə qalmış. Zamana 5 dəqiqə. Yəni vaxtı 5 dəqiqə, vaxtdan 5 dəqiqə tez. Yəni tamamının düz saatın üstündə yox. 5 dəqiqə tez. Məsələn deyirəm ki, we will start in 2 minutes. Biz 2 dəqiqəyə başlayacağıq. Yəni dərsimizin başlamağına 2 dəqiqə var bu anlamında. Yəni tam da zamanda yox, zamana 5 dəqiqə qalmış anlamında tərcümə olunur. At time düz zamanında deməkdir. Tam zamanında. At time tam zamanında birə-bir. On time ise zamandan 5 dəqiqə sonra. Zamandan 5 dəqiqə sonra. 5 dəqiqə sonra. Tam 5 dəqiqə yox. 2-3 dəqiqə də ola bilər də. Yəni tam zamandan 2 dəqiqə sonra. Məsələn deyirəm ki, I arrive in time. Mən vaxtında çatmışam. Yox, I arrive in time. Mən vaxtdan 5 dəqiqə tez çatmışam. Bu anlamdadır. Deyirəm ki, we reach at time. As a time. Biz tam zamanında çatmışıq. Yəni nə 1 dəqiqə sonra, nə 1 dəqiqə tez. Tam zamanında çatmışıq. On time'da yəni ki vaxtı ötürmüşük. Vaxtı gecikmişik. Bu anlamda tərcümə olunur. Daha sonra bunlarla qeyd elədik. Sonra made var. Made hansı ifadələrlə işlənir? Made forla da, inlə də, ətlə də işlənir və hər işləndikcə mənaları da fərqli olur. Made işlənəcək hansı ifadələrlə? Made bizdə işlənəcək. Made bizdə işlənəcək forla. Made bizdə forla işlənəndə tamam fərqli məna verəcək. Fromla. Fromla işlənəndə tamam fərqli məna verəcək. Daha sonra offla işlənəndə tamam fərqli məna verəcək. Bir də by-la. Of, bir də by. For, from, da, made. Aha, made forla, fromla, ofla, bir də by-la işlənəndə hansı məna verir? İndi onlar qeyd edəcək. Made forla işlənəndə müəyyən məqsəd üçün. Məqsəd üçün. Yəni hər hansı bir şey məqsəd üçün. Məqsəd üçün də məqsədli şəkildə istifadə olunur. O anlamda tərcümə olunur. Made from ciddi dəyişiklik olanda. Ciddi dəyişiklik olanda. Yəni nədəsə ciddi bir dəyişiklik varsa, biz burada made from-dan istifadə olunur. İstifadə edirik. Made of isə nədənsə düzələndə. Nədənsə düzələndə biz burada, yəni fromla of'u çox vaxt qarışdırırlar, ikisi də düzəlir. Amma made from-da ciddi bir dəyişiklik olanda from istifadə olunur. Yox, heç bir dəyişiklik yoxdur. Dəyişiklik olmadan, amma sadəcə nədənsə istifadə ediriksə, burada of-dan istifadə olunacaq. Bir də made by var.
Bu da kimsə tərəfindən deməkdir. Kimsə tərəfindən. Kimsə tərəfindən kimi tərcümə olunur. İndi bunlara aid nümunə deyim. Deyirəm ki, this mistake deyə bilərəm necə? Aha, tapdım. This mistake was by this mistake was made. Was made by məsəl üçün Alex. Deyirəm ki, səhv Alex tərəfindən olubdu. Made by Alex tərəfindən səhv olunubsa, burada was made-dən istifadə olunacaq. Əgər desəm ki, başqa bir nümunə deyirəm ki, başqa deyirəm the ring made from gold, for example. The ring is made from, burada is olacaq. The ring is made from made for məqsəd üçün. Made for da gedir bura. Daha doğrusu for gedir. The ring is made for gold. Deyirəm ki, üzük qızıldan hazırlanıbdı. Burada for yox, daha çox from gedir. From. Deyim ki, üzük qızıldan hazırlanıb. Yəni qızılı ciddi şəkildə dəyişdirib üzük əldə ediblər. From, ciddi dəyişiklik. Made from, ciddi dəyişiklik varsa, orada biz made from'dan istifadə edəcəyik. Sonra deyim the branch made for sitting. Made for, deyirəm the branch the bunch. Deyirəm the bunch was made of sitting. Deyirəm ki, was made sitting. The bunch was made sitting. Deyirəm oturacaq. Skameyka oturacaq üçündür. Yəni oturmaq məqsədi ilə düzəlibdir. Burada əgər burada made from olsa, burada nə məqsəd üçün, yəni oturmaq məqsədi ilə düzəlir. Əgər burada biz made of yazsaq, deyirəm ki, məsəl üçün wood. Deyirəm ki, oturacaq taxtadan düzəlibdir. Taxtadan düzəlib. Burada nədənsə düzəlmə varsa, burada heç bir ciddi bir dəyişiklik yoxdur da. Yəni taxtanı yontublar, oturacaq düzəldiblər bu şəkildə. Material elə taxta formasında qalır. Amma burada isə gümüşü, qızılı dəyişdiriblər, tərkibinə nəsə başqa bir maddələr əlavə edərək birbaşa üzük halına gətiriblər. Yəni burada tərkibində ciddi dəyişiklik var. Amma burada sadəcə taxtadır. Taxtanı düzəldiblər, formaya verib skameyka düzəldiblər. Yəni tərkibində ciddi bir dəyişiklik yoxdur. Made from-la made of-un fərqi bundan ibarətdir. From-da ciddi bir dəyişiklik var, of-da ciddi bir dəyişiklik yoxdur. Testlərdə də düşə bilər made for, made from, made of, made by. Bunların məqsədləri bunlardır. For məqsəd üçündür, from ciddi dəyişiklik olandadır, of nədənsə düzələndədir, yəni tərkibini bildirir. Made by da kimsə tərəfindən düzəldiyini istifadə olunur. Sonra agree ifadəsi var. Agree yəni işlənəcək bəzi söz onları ilə. Agree işlənə bilər with-lə. Agree with-lə işlənə bilər. Bir də agree about. Agree with, bir də agree about. Agree bu ifadələrlə işlənir.
Əgər aboutla işlənirsə, kim iləsə razılaşmaqdır. Aboutda kim iləsə agree with. Agree with nə iləsə razılaşmaq. Deyirəm. Burada kimləsə razılaşma agree with, aboutda isə nə iləsə razılaşmaq. Nə iləsə razılaşmaq. Bizdə canlı bir şəxs var, agree with, kimlənsə razılaşırsan. Agree with kimlənsə razılaşmadır. Agree about isə nə ilənsə razılaşırsan. Burada söhbət nədənsə razılaşma gedir. Bu anlamda tərcümə olunur. Sonra apologize var. Apologize to nədənsə, kimdənsə üzr istəmək var. Apologize to. Apologize to üzr istəmək. Apologize to üzr istəmək deməkdir. Kimdənsə üzr istəməkdir. Apologize to kimdənsə üzr istəməkdir. Sonra biz bəzi ifadələrimiz var ki, biz bunları söz önlərdən işlədə bilmərik. Bunlar hansılardır? Last, next, sonra this, every. Bu ifadələrimiz last, next, this, every'dir. Biz bunları heç bir zaman in, at, on üçü ilə istifadə edə bilmərik. Ancaq və ancaq last, next, this, every bunlar inlə, atla, onunla işlənməz. Heç bir halda işləndirə bilmir. Amma misal üçün forla işlənə bilər. For, from, of, məsəl üçün by. Bunlarla işlənə bilər. Amma in, at, ondan heç vaxt işlənməz. For-dur, from-dur, of-dur, by-dur, digər məsələn, digər ifadələrlə işlənir. Amma sırf bu ifadələrlə heç bir halda işlədə bilmərik. Sonra in haqqında biraz danışaq. In harda və necə işlənir? In bizdə cümlədə gələcək məna ifadə edir. Gələcək məna. Məsəl üçün deyirəm ki, in 2 weeks, məsəl üçün deyə bilərəm ki, the train will reach in 5 minutes. For example, deyirəm ki, qatar 5 dəqiqəyə çatacaq. Bu gələcək anlamındadır. Yəni qatarı biraz gözləyək, 5 dəqiqə gəlib çatacaq. O anlamda istifadə olunur. The train will reach in 2 minutes. Qatar 5 dəqiqəyə gəlib çatacaq. Bu anlamdadır. Eyni bir də hadisənin baş vermə müddətini bildirir. Burada hadisənin baş vermə müddəti. Hadisənin baş vermə müddəti. Eyni hadisənin baş vermə müddətini bildirir. Məsəl üçün, nə deyə bilərəm ki, I learn to drive in 4 lesson. I learned to drive in 4 lesson. Mən sürücülük dərsini 5 dərsə öyrənmişəm. Yəni mən sürücülük 5 dərsə öyrənmişəm. Yəni 5 dərs öyrənmə müddəti 5 dərs olubdur. Yəni 5 dərsdən tez və yaxud da gec olmayıb. Ancaq 5 dərsə öyrənmişəm. Bu anlamda işlənir. Biraz ona qeyd elədim ki, on time, vaxtında, in time, on time, at time dedik.
On time tam zamanındaydı. In time biraz tez anlamındadır. At time ise e, at time 5 dəqiqə geç. 5 dəqiqə geç anlamında tərcümə olunur. Bu anlamda dedi at time mesela in time just in time. Just inlə işlənəcək. Just'ı biz just inlə işlənir. Just in time ifadəsi var bizdə. Just in time yenicə deməkdir. Just in time bir zaman. Yenicə bir zaman. Bir zaman. Tam zamanında bir yenicə. Mesela sen diyorum I feel just in time. Ben yenicə bitirmişəm. Yani bir tam zamanında bitirmişəm işlerimi. Bu anlamda işlənir. At the end neyinsə sonunda deməkdir. At the end neyinsə sonunda deməkdir. At the end. At the end. At the neyinsə sonunda. Neyinsə sonunda. Mesela sen deyirəm ki, mesela filmə getmişəm. Deyirəm ki, anam zəng vurub. Deyir, hardasan? Deyirəm ki, filmdəyəm. Deyir, gəl. Deyirəm, at the end of the film I come. Film bitsin, yəni filmin sonunda zəng vurub. Filmin sonunda zəng vurmusam, bitsin gələcəm. Filmin sonunda və yaxud da nəyinsə sonunda bu anlamda at the time-dan istifadə olunacaq. In the time, nəhayət deməkdir. In the time, nəhayət. Nəhayət. Yəni nəhayət ki, filan iş bitdi. Nəyinsə üzərində çox çalışırsınız bitənəcək. Oh, but in the time I finished my all task. Nəhayət ki, mən bütün tapşırıqlarımı bitirdim. Nəhayət ki, şükürlər. Bu anlamda tərcümə olunur. Sonra in qəlbləşmiş ifadələr in a line, in a row, in a queue, in a picture, in neysə içində mənasındadır. Mesela in a newspaper, in a line xəttdə deməkdir. In a office, office, in the sky, səmada, in the department. Bu anlamda işlən on the left var, on the ground floor var, on a map, onun üstündə deməkdir. At the top of, yuxarıda. At the bottom of, düymənin üstündə. At the end of, dedim ki, nəyinsə sonunda. At the back of, arxada. At the front of, qarşıda mənasında. At the front of var, bir də in the front of var. At the front of, bizə in the front of. In the front of. Fərqi nədən ibarətdir? At the front of binanın qarşısında. Neysə bir qrup insanın qarşısında, bina qarşısında. Bina, bir qrup insan. Bir qrup insan qarşısında. At the front of neysə qarşısında, bina qarşısında və ya da neysə qarşısındadır. In the front of ise ümumi anlamda qarşıda deməkdir. Əşyanın qarşısında. Əşya qarşısındadır. Bu əşya qarşısında. In the front of. Əşya qarşısında kimi tərcümə olunur. In the corner qapalı yerlərin küncündədir. At the corner isə açıq yerlərin küncündə mənasında. In the corner, yəni evin küncündə və yaxud da otağın küncündə. At the corner isə küçənin küncündə. Yəni açıq bir yerlərdə atdan istifadə olunur. Bu anlarda bunları dedik. Daha sonra bəzi söz var ki, bunlar ismi birləşmələr yaradır. Bunlar söz önləri cümlədə işlənən ismi birləşmələr yaradır. Məsələn, above average, orta hesabla. Above the law, qapının üzərində. Address,
At rest yəni ölmüş, hərəkətsiz deməkdir. At rest. Hər hansı bir qəza yerinə gəlmisiniz. Soruşurlar ki, what about? Nə baş verir? Deyirsiniz ki, I saw the man at the rest. At the rest. Ölmüş. Yəni hərəkətsiz. I saw at the rest man. Mən ölmüş, hərəkətsiz bir adam gördüm. Yəni yerdə uzanan hərəkətsiz bir adam gördüm. Bu anlamda at the restdən istifadə olunur. Below average orta hesab, aşağı orta hesabladır. Encourage məsuliyyətli olmaq, in control nəzarətdə olmaq bu anlamda qəlbləşmiş ifadələr var. Damage to var, damage to zərər, ziyan, depend onla işlənir. Depend on. Depend on asılı olmaq deməkdir. Depend on asılı olmaqdır. Average ilə işlənir. Orta hesablar kimi tərcümə olunur.